Xoş gördük əziz dinləyicilər. Ukrayna-Rusiya müharibəsində yeni bir dönəmin başlamasını artıq biz deyə bilərik. Yeni dönəmin başlaması nə deməkdir? Bilirsiniz ki, bir birləşmə vardı. Bir Amerikada Trampın gəlməsindən sonra bir dağılışma baş verdi. Amma bu günlər isə yenidən birləşmə baş verir. Və bu birləşmənin rəhbərlərindən biri də artıq Friedrich Merzdir. Friedrich Merz gələn kimi necə deyirlər, ayağının tozu ilə Ukraynaya, Kiyevə səfər etdi və Kiyevə səfərində də çox açıq və daha kəskin surətdə bəyanat verdi. Bəyanatında bildirdi ki, 12 may, yəni sabah 12 mayda biz 30 günlük, üzr istəyirəm, 30 günlük qeyri-şərtsiz atəşkəsə getməlidir Rusiya. Əgər Rusiya qeyri-şərtsiz atəşkəsə getməsə, biz artıq ona qarşı daha ciddi sanksiyalardan istifadə edəcəyik. Bilirsiniz ki, yəni Ukraynaya səfəri də, birisi 4 liderin Ukraynaya səfəri də məhz Ukraynanı atəşkəsə gətirmək, onunla bu barədə danışmaq, əlbəttə danışdı və necə deyirlər, bəhrəli olduğu görsəndi. Və bununla bərabər Friedrich Merzin açıqlamasında bildirirdi ki, biz bunu razılaşmanı Amerika prezidenti Trumpla da necə deyirlər, uyğunlaşdırmışıq. Yəni onunla da məsləhətləşiblər, ondan da gələn necə də rəy bu yöndədir ki, bəli, atəşkəsə qeyri-şərtsiz gedilməlidir. Qeyri-şərtsiz atəşkəsə Putin heç vaxt razı ola bilməz. Bu aydın məsələdir. Amma əlbəttə Peskovun da burada bir açıqlaması oldu ki, biz öyrəşmişik sanksiyalara, daha bunlar bizi qorxutmur. Amma bunlar yalan məsələdir. Bu günləri Rusiya qalxıb deyə bilməz ki, siz Allah eləməyin, bizi pis vəziyyətə salırsınız, biz artıq sürünürük, biz artıq ölürük, bunu deyə bilməz. Əlbəttə ki, Peskov da bu formada açıqlama verməlidir və bu günləri Putinin yerində kim olmağından asılı olmayaraq, həqiqətən Putin özünü və Rusiyanı elə bir vəziyyətə salıb ki, onun doğrudan da atəşkəsə getmək imkanı yoxdur, həqiqətən yoxdur. Niyə görə yoxdur? Çünki o 4 vilayəti tutmaq istəyir. 4 vilayət onun konstitusiyasına salınır. Qeyri-şərtsiz atəşkəsə getdikdə onda şərtin olmadığı deməkdir. Demək, sən sülhə gedirsən. Sülhə necə gedə bilərsən? Bu günlər Rus xalqına nə deyəcəksən? Deyəcəksən, mən 3 ildir sizi öldürürəm ki, heç nə, sonra qeyri-şərtsiz atəşkəsə gedim. Ona görə də, əgər atəşkəsə gedərsə, bu Putinin ölümü deməkdir. Amma müharibəni davam etdirməksə, müəyyən bir ümidlər yaradır Putin üçün ki, bəlkə sabah başqa bir məsələ oldu. Bəlkə sabah gələcəkdə ayrı bir situasiya yarandı və mən bu situasiyadan daha uğurla çıxa bildim. Putin də öz uğuru barəsində əlbəttə ki, gözləyir və atəşkəsə gedə bilmir, imkanı yoxdur. Amma biz qarşı tərəfdə nəyi gördük? Qarşı tərəfdə artıq Avropa Birliyi nümayəndələri Ukraynaya gəldilər. Əlbəttə ki, biz Avropa Birliyi nümayəndələrinin bu günləri Ukraynaya verdiyi dəstəyi çox da qiymətləndiririk, çox da yüksək qiymətləndiririk. Bu günləri Ukrayna-Rusiya müharibəsinin davam etməsinin və Ukraynanın şərtsiz qələbə çalmasının ən böyük səbəbkarı bunun qarşısını alan nədir? Avropa Birliyinin tutarsızlığı. Amerikada Bidenin müəyyən mənada tutarsızlığı. Amma bu günləri Avropa özünə gəlib. Amma bu günləri Friedrich Merz də bildirir ki, biz nəyin bahasına olursa olsun, mən Ukraynaya artıq Taurus raketlərini verəcəm və verdiyim raketlər barəsində sizə məlumat verməyəcəm. Bəli, ən doğru və ən düzgün yol budur. Amerika prezidenti də artıq bunu yəqin ki, ona da razılaşdırırlar. Sir Starmer də bunu belə başa düşür, Macron da bunu bu formada anlayır. Bu günləri Ukraynanın qələbə çalması və Rusiyanın masada oturtturmağın yalnız və yalnız bir yolu var. Yalnız və yalnız bir yolu. Güc yolu. Putin güc yolu anlayır. Putin yalnız döyüşdən anlayır. Putin yalnız yumruqdan anlayır. Putinlə sən masada oturacaqsın, sizə udacaqsan. Bu aydın məsələdir. Çünki Putin çox ciddi kadrları və o kadrlar Amerika siyasətini də səhər çağından otarar gecəyə qədər. Yəni bu aydın məsələdir. Siyasətdə masada heç vaxt sən Putinlə oturub söhbət edə bilməzsən. Putin yalnız və yalnız yumruqdan anlayır, zərbədən anlayır. Bu gün nəhayət Friedrich Merz kimi şəxsiyyətlər gəlməlidir ortaya. Macron da o formada olmalıdır. Tusk da o mövqeydə olmalı. Daha sərt mövqey ortaya qoyulmalıdır ki, bu sərt mövqey Ukraynanı qalibiyyətə aparacaq və Rusiyanı 100% məğlubiyyətə aparacaq. Yetər ki, sərt tədbir görülsün. Çünki Avropanın indiyənə qədər loyal yanaşması, necə deyirlər, ciddi yanaşmaması məsələyə, Ukraynaya verilən silahların müəyyən məhdud olması Rusiyanı elə
necə qanadlandıran, Rusiyanı iştahlandıran da elə məhz budur. Putin, daha doğrusu Avropanın və Amerikanın sakitliyi, necə adekvat addım atılması olub ki, bu günləri Rusiya hər yeri işğal etməyi özü üçün bir peşəyə çevirib. Ona görə də bu gün daha sərt, biz bunu artıq Avropadan hiss edirik. Artıq Avropa tam sürətdə anlayır ki, Ukraynası Avropa məhvdir. Avropa Birliyinin üzvü olmalıdır Ukrayna və Ukraynaya daha ciddi yardım edilməlidir. Artıq Trump da bunu sözündə ifadə etdi ki, biz birbaşa həm Rusiyaya sanksiyalar ediləcək, həm də daha ciddi silahlar Ukraynaya verilməklə biz Putini zərərsizləşdirə bilərik. Təşəkkür edirəm diqqətinizə görə.